Sinema Radyo, Sinema Radyo, Sinema Radyo. Əziz dinləyicilər, Dost Sinema rubrikasını dinləyirsiniz. Bugün qonağımız Azərbaycan Prodüserlər Gildiyasının sədri, əməkdar öncə sənət xadimi Müşfiq Ətəmovdur. Müşfiq müəllim, xoş gəldiniz. Çox sağ olun. Müşfiq müəllim, təbii ki, biz nədən danışacağıq? Kinodan danışacağıq. Öncə mən istərdim sizin də fikrinizi öyrənək. Bax, kinoya biz hal-hazırda yalnız kommersiya kimi yanaşmalıyıq, yoxsa istisnalar varmı? Dünyada bir qəbul edilmiş format var. Kino incəsənətdir, kino siyasətdir, kino kommersiyadır. İncəsənət əsas missiyası gələcəyin formalaşmasıdır. Siyasət isə bildiyiniz kimi bugün ədəbiyyatdan da, mətbuatdan da ən güclü təsir vasitəsi 21-ci əsrdə audiovizual təsir vasitəsidir ki, bir dəqiqə bir görüntünün təsiri bəzən çox böyük təsirə malikdir. Ona görə də dünya necə biz də o cür hərəkət eləməliyik. O kommersiyadır ya başqa söz, o qəbul edilməzdir. Müşfiq müəllim, mən çox istəyərdim biz sərəncamdan da biraz danışaq. Azərbaycan Respublikası Prezidentinin 29 may 2025-ci il tarixli sərəncamdan gedir söhbət. Film istehsalına çəkilən xərclərin geri qaytarılması hansı mexanizmləri özündə əhatə edəcək? Bu çox böyük bir, mən deyərdim, Azərbaycan kinosu üçün bir tarix addımdır. Cənab Prezidentə biz öz Azərbaycan Prodüserlər Gildiyası adından öz təşəkkürümüzü bildiririk. Yəni, bu çox lazımlı bir məsələdir, müasir dövrün tələbidir. Bildiyiniz kimi, mən uzun müddət Azərbaycan filmdə çalışdığım dövrdə bu məsələni dəfələrlə həyata keçirməyə çalışmışam, ancaq alınmayıb. Amma bugünkü Kino Agentliyi və Mədəniyyət Nazirliyinin həyata keçirdiyi bu praktik tədbir çox təqdirə layiqdir, çox gözəl bir işdir. Mən inanıram ki, bu Azərbaycan kinosunda əgər biz peşəkarcasına buna yanaşsaq və xarici istehsalçılara fərqli, məsələn, Gürcüstanda da var, Türkiyədə var, dünyanın 60-dan çox dövlətində bu var. Biz artıq bu yaxınlarda hörmətli Rəşad müəllim bizi yığmışdı, prodüserlər yığmışdı, söhbət oldu. Orada da mən belə bir fikir söylədim ki, biz oturub hər bir şeyi hesablamalıyıq və bizə məxsusları ki, ancaq o bizə məxsusdur, ortaya qoymalıyıq ki, biz Qərb və Şərq, bütün dünyada kino istehsalçılar üçün maraqlı olmalıyıq. Və bu çox siyasət tələb edir, çox ağır zəhmət tələb edir. Ona görə bunu təkcə Kino Agentliyinin üzərinə qoymaq olmaz. Bütün kino ictimaiyyəti bu məsələdə Kino Agentliyini dəstəkləməlidir və əlimizdən gələni etməliyik ki, bu bizim üçün çox lazımlı bir məsələdir. Bəs Nazirlər Kabinetində bu sərəncama uyğun olaraq qərarı oldu. Bundan sonra nələri gözləməliyik? Bundan sonra mən belə başa düşürəm ki, biz yenə deyirəm, normativlər işlənməlidir. Və dünyada biz bunu təqdim eləməliyik ki, bizdə bu var, bu xidmət var. Artıq Vergilər Nazirliyi ilə ciddi işlər aparmalı. Yəni, çox böyük bir iş tələb edir. Yəni, bunun sabah nəticəsini gözləmək biraz düzgün olmazdı. Ona görə də çox böyük bir zəhmət tələb edir və peşəkar yanaşma tələb edir ki, mən inanıram ki, Kino Agentliyi də bunun öhdəsindən gələcək. Bəs Azərbaycanda kino turizmin inkişafı necə? Yəni, hansı resurslar var? Azərbaycan kino turizmində hər bir resurslar var və bunu yəni biz müasir dövrün tələbinə uyğun olaraq təqdim etməyə bacarmalıyıq. Bilirsiniz ki, keçən ilin sonun yekunları ilə əlaqədar Mədəniyyət Nazirliyi Milli Muğam Mərkəzində bir hesabat keçirdi və orada bütün Mədəniyyət Nazirliyi sisteminin təsnifatına uyğun təhlil aparıldı, öyrənilməsi göstərildi. Və mən belə başa düşürəm ki, artıq ikinci mərhələ isə yaradıcılığın tənzimlənməsidir. Hər bir sahədə yaradıcılığın tənzimlənməsi və bu məsələlərin həlli, mərhələli həlli deməkdir. Və məncə bu yaradıcılığın tənzimlənməsi prosesi tədricən həyata keçirilsə, Azərbaycan təkcə bir xidmət göstərən ölkə yox, Azərbaycan öz mədəni dəyərlərini
dünyaya çıxarda bilər, həm bir incəsənət kimi, həm bir kommersiya sahəsi kimi, həm bir siyasət kimi dünyaya çıxarda biz bilərik. Ona görə də bu günlərimi çox ciddi çalışmaq lazımdır və bir daha təkrar edirəm ki, hər şey təkcə Mədəniyyət Nazirliyindən yox, bütün bu sahəyə aid olan strukturlardan gözləmək lazımdır. Müşfiq müəllim, siz bu ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi Sinema Talks'da çıxış etdiniz. Bəli. Həmin paneldə yeni təqdim edilən Kino Park layihəsindən danışıldı və mən çox istəyərdim siz bu haqda bizə məlumat verəsiniz. Bu Kino Park layihəsi, mən də bunu alqışlayıram. Ancaq ən əsas məsələ odur ki, Azərbaycan Film Kino Studiyası Azərbaycan peşəkar kino məktəbini, Azərbaycan kino ənənələrini qoruyub saxlayan bir mədəniyyət mərkəzidir. Özəl studiyalarda bu proses gözlənilməyəcək. Bir də Azərbaycan film olaraq bunun bir tarixi var. Yəqin ki, bu məsələdə mən bildiyimə görə çox böyük hadisədir. Azərbaycan film təmir olunacaq. Ancaq biz el eləməliyik ki, biz peşəkar kino məktəbimizi qoruyub saxlamalıyıq. Ona görə ki, bugün bütün özəl studiyalarda çalışan bütün yaxşı mütəxəssislər Azərbaycan filmdə çalışmış və Azərbaycan filmdə təcrübə keçmiş adamlardır. Ona görə də bu Kino Parkın böyük özəl studiyaların inkişafında, xarici şirkətlərin Azərbaycanda gəlib fəaliyyət göstərməsində çox əvəzsiz rol olacaqdır. Müşfiq müəllim, Azərbaycan Film Kino Studiyasının direktoru olmusunuz və bugün kino sistemi ölkədə dəyişir. Yəni tendensiyalar tətbiq edilməyə başlayır. Belə bir halda dövlət studiyasının gələcək taleyini necə görürsüz? Bugün Azərbaycan peşəkar kino məktəbini qorumaq üçün dövlət studiyalarının rolu əvəzsizdir. Və bu təbii olaraq, yəni ki, o tədricən proseslərin içində olan adamlar özləri görəcək ki, bu lazımdır ya yox. Məncə bu tədricən öz həllini tapacaq. Mən özüm yaşamışam o həyatı. Ona görə mən həmişə yeni insanlar gələndə onlara çalışmışam ki, əməkdaşlıq eləmək, ya nəsə eləmək. Yəni ki, atəşə tutmaq, ay bu düzdür, bu səhvdir yox. Və bu günlərimi fakt göstərildi ki, asan çəkiliş sistemi haqqında cənab prezident sərəncam imzaladı və bu günlərimi fakt budur ki, Azərbaycan Film Kino Studiyası təmir olunmalıdır. Ancaq düzgün tənzimlənmə prosesində hansısa bir nöqsanlar olarsa, mənə deyilən bir sözlərə görə bu hamısı nəzərə alınıb, təbii olaraq həll ediləcək. Yəni ki, bu proses vaxt tələb edir və yaxın gələcəkdə bunu biz görəcəyik. Məsələn, Səlnamə studiyası Respublikanın yeganə video arxivləşməsi studiyasıdır və buna əgər bir çox özəl studiyalar, televiziyalar üzərinə götürüb, əgər bu effektiv verməsə, yəqin ki, bu məsələyə ola bilər ki, bir də baxılsın. Bu komanda gəlməmişdən qabaq artıq bilirsiniz ki, böyük problemlər yaşamışdı 2019-cu ildən sonra. İndi tədricən hamısı yoluna qoyulacaq. Mən çox istəyərdim sizin baxışınızı öyrənək ki, başqa ölkələrin çəkiliş komandalarını Azərbaycana cəlb etmək üçün, bu birgə iş prosesini qurmaq üçün nə tələb olunur? Təbii ki, hər şey maliyyəyə dayanır. Amma ki, sizcə, bax, bu münasibətləri daha sıx etmək üçün nə etməliyik? Biz demək, Belarusiyada o vaxt yarımçıq xatirələr filmi çəkirdik. Çəkilişin əsas hissəsi də Belarusiyada gedirdi. Bizim orada 5 nəfərdən ibarət bir qrupumuz var idi. Və bu qrup, onlardan biri indi hal-hazırda Almaniyada yaşayır. Belaruslar inanmadı ki, Azərbaycanda belə peşəkar qrup var. Və gördülər ki, biz heç də geri qalmırıq. Osman Sinabın prodüsörü, bilirsiniz ki, məşhur Osman Sinab, Allah rəhmət eləsin, Qurtlar Vadisi serialının ilk 50 seriyasını çəkən rejissorun komandası ilə biz Azərbaycan filmdə əməkdaşlıq elədik onlarla. Onlar burada serial çəkməyinə yardımcı olduq. Onun baş prodüsörü Suat bəy məndən xahiş elədi ki, indi oğlan burada deyil, xaricdə yaşayır, Emil İbrahimli. Dedi ki, Müşfiq bəy, məndə belə bir mütəxəssis olsa, mən dünyanı fəth eləyərəm. Yəni o bütün o sistemləşdirmək, hava limanından çəkiliş meydançasına can, həm maliyyə baxımından, həm xidmət baxımından hesablanıb ortaya bir layihə kimi qoyulması və bu da Azərbaycan filmdə olan ənənələrin hesabını idi. Yəni ki, bizim belə bir mütəxəssislərimiz var. Ancaq mən belə başa düşürəm ki, bu artıq agentlikdə bu məsələdə müzakirə yox. Biz normativlərə əsasən dünyada necədir? Hava limanından çəkiliş meydançasına can prosesi peşəkarcasına tənzimləyə bilsək, qiymətlərdə bizim müştərilərin demək gəlsə, maraqları ilə bizim tələb üst-üstə düşsə,
çox böyük iş görübüz. Onun əsası da bu ansamblın düzgün qurulması. Ona görə ki, bizə orada təkcə bir qrupa lazım olmayacaq, iki qrupa lazım olmayacaq. Bizə tələbat çox, həm texniki vasitə ilə, vaxtilə bizdə Gürcü və İran texnikasından istifadə edirdik çəkilişlərdə. Biz Azərbaycandan, mən Azərbaycan filmdə olanda onlarla əməkdaşlığı dayandırandan sonra 8 dənə ayrı kamera aldı özəl studiyalar. Onu bilən adamlar bilir, bu çox böyük hadisə idi. Ondan sonra bizimkilər başladı artıq Gürcüstana texnika verməyə və başqa. Yəni bütün yaradıcılıq və industriya problemləri düzgün xətt üzrə tənzimlənməlidir və mən buna da inşallah istək görürəm. Prodüserlər gildiyasına rəhbərlik edirsiniz. Hansı layihələr təqdim etmək var planda? Yanvar ayının 18-də bizdə seçki oldu. May ayında Ədliyyə Nazirliyi tərəfindən biz may ayının ortasında təsdiq edildik. Bu biraz uzun vaxt, ona görə biz bəzi fəaliyyətlərimizi məhdudlaşdırırdıq. Artıq biz bir çox işlər görürük və ən əsasən də Azərbaycanda və beynəlxalq platformalarda görəcəyimiz işlər sentyabrın təxminən 15-dən sonra elan olunacaq. Yəni artıq o işlər həyata keçirməyə başlayacağıq. Bu barədə mətbuata da məlumat verəcəyik. Hələ qrupamız indi işləyirlər. Müşfiq müəllim, mən çox istəyərdim sizin baxış bucağınızı öyrənək. Bir prodüser kimi, əməkdar incəsənət xadimi kimi, hal-hazırda ekranda necə bir film olmalıdır ki, Azərbaycan tamaşaçısı kanal dəyişmədən o filmə baxsın? İnsan əhvalına təsir edən və insanı duyğulandıran, insanı düşündürən müxtəlif janrlarda mükəmməl çəkilmiş filmlər tamaşaçı marağına səbəb olacaq. O ki qaldı, bugün bu keçid xaosdan istifadə edib bəzən bu günlərim ən çox narahatçılıq eləyən ki, bizim özəl studiyaların çoxu peşəkar kino estetikasında filmləri hələlik çəkə bilmir, ancaq bu yolu da keçirlər. Mənim bir prinsipim olub. Sənətkarın xarakteri, onun mənə münasibəti, məni heç zaman o qədər də maraqlandırmır. Məni maraqlandıran onun verəcəyi məhsuldur ki, 15 ildən sonra, 10 ildən sonra bizim bir-birimizdən xoşumuz gəldi, gəlmədi. Bu mövzu olmayacaq. Amma mən tarixlə onun yaratdığı o bir prodüser kimi sənət əsəri ilə qalacağam. Bu yaxınlarda mən bir rejissoru gördüm. Gördüm ki, çox yaxşılaşıb, amma cavan adamdır. Sevda ilə danışırdım, Sevda Sultanlı. Deyim, Sevda, mən filan kəsi gördüm, çox pis oldum. Sevda dedi, niyə? Dedim, o çox yaşlaşıb. O adam Azərbaycan xalqının onun seçdiyi mövzular, tarixi mövzular, Azərbaycan şəxsiyyətlərinə aid, Azərbaycan tarixi hadisələrinə aid elə bir mövzular seçir ki, bugün Azərbaycanda onu iki nəfər də, biri həmin insandır, bir də İqbal Məmmədəliyev seçə bilər. Məsələn, bu sənətli film kimi. Yəni bu insanları biz qorumalıyıq. Bizim redaktorlarımız həddən artıq azdır. Peşəkar ssenaristlərimiz azdır. Ən əsas odur ki, bizim xeyli sayda bir 3 il bundan qabaq gənclərimiz 2-3 il bundan qabaq onların çoxu artıq xaricdədir ki, biz onları gətirmişdik. Yəni o istedadlar, yəni artıq proses elə tənzimlənməlidir ki, bu problemlər həll olsun. Ona görə ki, bizim Azərbaycan film olaraq dünyanın bir çox ölkələrində bizim mütəmadi olaraq filmlərimiz çəkib, həm kommersiya cəhətdən özüm doğruldu, həm də yaradıcılıq cəhətdən. Və inşallah mən çox ümid eləyirəm və bunu da görürəm ki, bu proses məncə bu öz həllini tədricən tapacaqdır. Bəs necə düşünürsünüz? Məsələn, elə filmlər var ki, sırf festivallar üçün çəkilir və ya birgə istehsalat üçün, yəni həm məsələn Türkiyədə, Azərbaycanda məşhur olmaq üçün gənc istedadlar birləşir, nəsə çəkir. İndi hal-hazırda da bir film, birgə istehsalat Türkiyə ilə birlikdə bir film çəkilir. Onu da biz qeyd etdik Sinema Radioda. Bax, bu işlərin təbii ki, təməlində bir maddi vəsait durur. Bəs sizcə daha nələr etməliyik? Hansı müsabiqələr təşkil olunmalıdır ki, daha bu az öncə qeyd etdiyiniz bu gənc istedadları üzə çıxaraq, bəlkə başqa ölkələrə göndərək, onlar bir peşəkar olub, təhsil alıb geri qayıdıb və ölkədə nəsə etsinlər? Bizim xaricdə çoxlu tələbələrimiz təhsil alıb gəlirlər. Bu günlərimi bizim həqiqətən də çox istedadlı gənclərimiz var. Bu müsabiqələrdə bəzən kütləviliyə verilir, bəzən
peşəkarlar yox, məşhur adamlar müsabiqələrdə iştirak edir. Bu da bəzən yanlışlıqlar yaradır. Ancaq bu gün dövlət tərəfindən bütün dəstək var. Ancaq bunu beyin mərkəzi, mən bayaq sizə dedim, o yaradıcılığı təmsilləyen bir beyin mərkəzi, metodik kabinədəmi, bədii şuradamı? Bunu yəni ki, nazirin və yaxud idarə rəisinin əsas işi deyil. Onlar o adamları seçib və onların qabağına, necə ki, bu gün o proses davam edir, şərt qoyulmalıdır ki, mən bu nəticəni istəyirəm. Mən bu filmi istəyirəm, bunu istəyirəm, bunu istəyirəm. Bunu kim verə bilər bizə? Onda kim verə bilər söhbətində, indi yenə deyirəm ki, o nəticə alınacaq. Yəni müsabiqə əsas odur ki, bizdə yadımdadır ki, Bədii Şurada rəhmətli Aydın Dadaşov, Ramiz Rövşən idi, Eldar Quliyev, rəhmətli Mais Ağabəyev, Rahil Əliyev, Ayaz Salayev və böyük bir mübarizə gedirdi. Bunun daha doğrusu aralarında çox böyük fikir mübadiləsi olurdu və ora gələn gənc rejissorla da bunların böyük mübahisələri yaranırdı. Bədii Şurada ssenarinin qəbulunda, film qəbulunda. Yəni burada indi bir-bir onlar hamısı məni görəndə deyirlər ki, nə yaxşı o müzakirələr olurdu. Bunlar hamısı bir arada dağıldı, bilirsiniz ki. İndi təzədən bunlar hamısı bərpa olunur, xəttinə qoyulur. Yəni mərhələli həll problemi. Yəni bu da mən belə başa düşürəm ki, bu elə bir sahədir ki, kino, yəni bu düz biraz uzun çəkir, ancaq nəticə olub olmadığını cəmiyyət tez bir vaxtda görür. Və məsələn, qoyduğun o kinoya, qoyduğun xərcin geri götürülməsi üçün biz nə etməliyik? Bu kinoya vəsaitin geri qayıtması kimə baxmaq olmaz. Dövlətin ayırdığı bu vəsait kinonun inkişafına ayrılır bu pul. Ona görə də biz o məsələni tez ortaya qoyana görə ki, bizim kinoteatrlar həddindən azdır. Yəni bu tədricən artır. Və bizim ən böyük problemlər də oldu ki, özəl studiyalar və o qanunu bazanı ki, biz Milli Məclisə verdik, həyat gecikdik. Kinoteatrlarla prodüserlər arasında münasibətlərin düzgün tənzimlənməsi olmadığına görə kinoteatrlar başladılar özləri film çəkməyə, özəl film çəkən studiyalara başladılar icarə haqqını 60%-ə qaldırdılar. Bunlarla ən çox döyüşən mən idim. Yəni ki, Azərbaycanda elə bir özəl studiya olmayıb ki, kommersiya filmlər çəkir. O mənlə əməkdaşlıq eləməsin. Mən bunlara həmişə kömək eləmişəm. Kino studiyada da olanda, olmayanda da. Yəni ki, bu prosesin hamısının altında bir düzgün qanuni baza lazımdır ki, və mən görüşlərdən bizim müzakirələrdən gördük ki, bu öz nəticəsinin, yəni ki, bu məsələlər həll olunacaq yaxın gələcəkdə. Və son olaraq Müşfiq müəllim, mən çox istəyərdim. Siz bizə öz fikrinizi deyəsiniz. Bax, siz bir prodüser olaraq nə istəyərdiniz? Sözün düzü, mən Azərbaycan filmindən gedəndə 2-3 film yarımçıq qaldı və Cəmil müəllim sağ olsun o filmlərin çəkilişini davam elətdirirdi. Sonradan o filmlər yarımçıq saxlandı. O filmlərdən biri Mirbala Səlimlinin rejissorluğu ilə Arif Əliyevin o ideyanı Rövşən Almurad rəhmətə getməmişdən qabaq bizə danışmışdı və Arif Əliyev, hörmətli Arif müəllim onun ssenarisi yazmışdır. O filmin istehsalı dayandı və Azərbaycanın, mən deyərdim ki, 37-ci il tarixinə həsr edilmiş elə bir ssenari yox idi. Burada Ədil İskəndərov, Səməd Vurğun və bu çox gözəl bir film olmalı idi ki, obyektiv və subyektiv səbəblərdən bu dayandı. O film bərpa olunsa, o həm kommersiya cəhətindən özünü doğrulacaqdı. Və bir də 37-ci ilin qaranlıqların biz bir daha aydın görə biləcəydik o filmdə. İkinci bir film Pərviz Həsənovun Mampası qutusu idi. Bu 20 yanvara çox başqa bir yanaşma idi. 20 yanvar gecəsi bir hamilə qadının dünyaya gətirməsi üçün baş verən hadisələr. Bu ssenariyə görə Pir Baltikadan və bir çox yerlərdən artıq bizə söz vermişdilər ki, bu film çəkilsə, bu dünyada yayılacaq. Və bu yarımçıq, bu iki iş mənim üçün bir prodüser kimi məni narahat edir. Yəqin ki, gələcəkdə bunu mən edəcəm. Və bir də bir sənət əsəri var ki, bir dostumla onu məsləhətləşirik, o diqqətimdədir. Və Ayaz Salayevin bir ideyası var idi və o söz məni çox ilhamlandırdı. Koronavirus dövründə bu bizim həkimlərin həyatından, fədakarcasına özlərin bu yolda fəda edən həkimlərin həyatından, onların sevgisindən film çəkməkdir. Ən əsas məsələ isə bu yaxınlarda yəqin ki başlayacağam. 44 günə aid 44 serialı sənədli film artıq Vətən müharibəsinə aid. Bəli, vətən artıq onun vəsaiti də tapılıb. Və bir də bizim bilirsiniz dolu, yarımçıq xatirələr. 3-cü film qələbə filmimiz olmalıdır ki, bax bu filmdə bir prodüser kimi
məni həmişə narahat eləyir və mən bunu çox arzulayıram. Əsasən də artıq treatmenti də hazırdır. 92-ci illə 2020-ci ili əlaqələndirmişik. Çox gözəl bir mövzudur. Yerli və xarici ssenaristlərlə bu barədə məsləhətləşmələr gedir. Yəni ki, bu barədə budur. Amma hələlik praktiki olaraq yəqin ki, bir 20 gündən sonra həmən sənətli filmi başlamalıyıq ki, bunun özü də bir maraqlı bir iş olacaq. Mən bütün arzularınızın həyata keçməsini diləyirəm və işlərinizdə uğurlar diləyirəm. Nə yaxşı ki, gəldiniz. Təşəkkür edirəm sizə müsahibə üçün. Çox sağ olun bu gözəl layihəyə görə. Bilirsiniz ki, cəmiyyətin inkişafı birinci mədəniyyəti inteqrasiyadan asılıdır. Mədəniyyəti inteqrasiya etməyən cəmiyyət, inteqrasiya problemləri olan cəmiyyətdə çox başqa bir fəsadlar həyata keçə bilər. Bugün mən inanıram ki, bizim bu bəzi uğurlarımızla yanaşı çatışmayan cəhətlərimiz də var ki, inteqrasiyamıza mane olur. Bunlar da inşallah öz həllini tapacaq. Sizə də çox sağ ol deyirəm ki, gözəl belə bir layihə həyata keçirirsiniz və mütəmadi olaraq mədəniyyət portalı olaraq məlumatlar verirsiniz. Sizin qrupun rəhbəri Kamran müəllimə və sizlərin hamınıza özlərinin təşəkkürümü bildirirəm. Təşəkkür edirəm. Sinema Radio, Sinema Radio, Sinema Radio.